Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Gününüz uğurlu keçsin. Bu günləri fevral ayının 27-sidir. Hava şəraitinin dəyişməsi ilə bağlı sizə məlumatlar çatdırmaq istəyirəm. Bugün günün ikinci yarısına doğrudan etibarən Respublikamızın şimal bölgələri və sonra isə şimal-qərb bölgələrindən başlayaraq hava şəraitinin tədricən dəyişilməsi gözlənilir və yağıntılar olması ehtimalı var. Şimal bölgələrində və şimal-qərb bölgələrində güclü qar yağıntılarının olması ehtimalı var və həmçinin hava şəraitinin dəyişilməsi ayın 27-28-də keçən gecə 28 səhər saatında Bakı Abşeron yarımadasında və Sumqayıtda dəyişilməsi gözlənilir. Yağış, bəzi yerlərdə sulu qar və qar yağması gözlənilir. Bəzi ərazilərdə yağıntıların intensiv olması, prosesdən asılı olaraq qısa müddətli örtü yaranması ehtimalı var. Amma sabah gündüzdən etibarən tədricən temperaturun bir qədər yüksəlməsi ehtimal da olunur və mart ayında da yenidən bir sıra soyuq hava dalğalarımız var. Ümumilikdə götürəndə mart ayının fevrala nisbətən daha sərt keçməsi gözlənilir və Zaqatala, Qax, Balakən, Oğuz, Qəbələ, Şəki, Qaxı dedik səhvimizsə, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Mərəzə, Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, bu bölgələrdə qarın olması gözlənilir və bir sıra ərazidə qar bir qədər güclü olacaq. Naxçıvan Muxtar Respublikası və yüksəkliyində qar gözlənilir və həmçinin Lerik və yardımlı ərazidə qar gözlənilir. Digər bölgələrdə isə yağıntılar əsasən yağış şəklində olması ehtimal olunur. Bəzi bölgələrdə xüsusilə qedim yenə də qar bir qədər güclü və intensiv olacağı ehtimalı da var. Bakı Abşeron yarımadası və Sumqayıtda da qeyd etdiyimiz kimi örtük prosesi hansıdır? Güclü örtük ehtimalı hər yerə olsun, elə bir proses yoxdur. Amma canlılarda qeyd edim ki, dəniz səviyyəsində çox böyük bir yağıntı kütləsi var. Həmin yağıntı kütləsi hərəkətinə çox asılı olacaq. Ola bilər ki, bu sistem bizə bir sürpriz yaşatsın. Bu qədər dəyərli dostlar, sevilirsiniz. Səhifələrimizi izləməyi unutmayın.